Tanınmış tiktoker Ləman Vəliyevanın keçmiş baldızı Turə bu dəfəki videoda Ləman Vəliyevanın onları heç bir şəkildə dinləmədiyini, evdə onunla baş gələ bilmədiklərini, hətta Ləmanın anasının belə Ləmanı bu qədər düzənli şəkildə həyatını bir çərçivəyə salmalarına təəccübləndiyini deyib. O bildirib ki, Ləman özünü bizə pak, əli oğlan əlinə dəyməmiş, sadəcə mənim qardaşımla tanış olmuş birisi kimi özünü təqdim etmişdi. Mən bunları öyrəndikdən sonra qardaşıma dedim və bundan sonra münasibəti bitirdilər deyə bildirib. Və Ləmanın bizim evdəki həyat tərzi dəyişdiyinə görə anasının da buna daha çox sevindiyini və Ləmanın anası ilə bağlı heç bir problem yaşamadıqlarını dilə gətirib. Buyurun daha geniş şəkildə videoyu sizlərə təqdim edirəm. Gördüm ki, çox pis şəkildə danışır da, çox urvasız danışır bizim haqqımızda, çox yalan danışır. Nağıl danışır rəsmən. Ona görə artıq sabahsı gün, yəni o bildiyim ilk günün sabahsı qardaşım axşam işdən gələndə qardaşıma dedim ki, qaqaş bəs belə bir şey vardı, məsələ belədir. Qardaşım baxdı, çox əsəbləşdi. Dedim mən zəng eləsəm dalaşacağım, siz danışın. Zəng elədi anasının nömrəsinə, anası açdı. Anam ona dedi ki, bizim aramızda həqiqətən bir tərəfdən bunu deyim, onun anası ilə bizim aramızda heç vaxt heç bir mübahisə olmayıb. Heç vaxt. O bizim həyatımıza gəldiyi ilk gündən ta ki getdiyi günə qədər heç bir mübahisəmiz olmayıb. Çox gözəldir. Hətta anası bizə gələndə belə çaşbaş qalırdı. Deyirdi ki, nə yaxşı siz bunun öhdəsindən gələ bilirsiniz falan. O özü çaşıb qalırdı. Ki, axır ki bu da ev adamı oldu falan. Müəyyən belə şeylər. Təsəvvür edin, anasına zəng elədi. Anam dedi ki, bizim aramızda heç bir söz söhbət olmayıb, heç bir problem olmayıb. Qızıva başa sal. Mən başa düşürəm ki, o uşaqlıq edir. Amma qızıva başa sal ki, orada oturub bizim haqqımızda yalanlar danışır. Olmaz, elə hərəkət eləməsin. Onun qarnında bizim uşağımız var, bizim övladımız var. Sabah o övlad dünyaya gələndən sonra biz üz-üzə gəlməliyik. Eyibdir falan. Anasının əlindən qızı telefonu aldı. Çox pis sözlər dedi. Anama dedi o sözləri. Qardaşım anamın əlindən telefonu alıb danışmaq istəyəndə mən aldım telefonu, qoymadım qaqaş danışsın. Bildim ki, çox pis danışacaq. Aldım, mən danışdım. Mən danışmadan şəkildə danışmaq istəyəndə mənə çox ağır sözlər dedi və tam səmimiyyətimlə etiraf edirəm ki, o ağır sözlərin eynisini də mən ona qaytardım. Dediklərinin eynisini özünə dedim və dözə bilmədim. Artıq ona elə qardaşımın yanında danışanda dedim ki, mən bugünə qədər danışmamışdım, amma sən bizə gələnə qədər, bizim həyatımıza gələnə qədər özü tərtəmiz, heç vaxt heç bir oğlanla danışmamış, görüşməmiş, heç bir əlvə əl dəyməmiş kimi özü bizə təqdim eləmişdin. Amma sənin keçmişində bu şeylər olub dedim və qardaşım da bildi. Onunla da qardaşım dedi ki, nömrəni sildi telefondan, anamın da telefondan, mənim telefonumla gətirib, mənim telefonumdan da sildi və qardaşım öz telefonundan da sildi. Onlara da dedi ki, bununla da bizim bağlılığımız bitdi. Və o gündən sonra nə onunla, nə onun anasıyla heç bir şey danışmadıq. Heç bir şey. Bugünə qədər də heç bir şey danışmamışıq. Və onun o haqqımızda danışdığı yalanlar, pis sözlər, xoşa gəlməz, ürək bulandıran sözlər o qədər bizə toxundu ki, yəni o bizi alçatmağa çalışdı da. Ona görə o uşaq dünyaya gələndən sonra belə yer qoymadı biz üz-üzə gələk. Yer qoymadı, imkan olmadı ki artıq biz o uşağa sahib çıxaq. Əlbəttə ki o uşağı mən də istəmişəm. Müştərilər gelir, onların qucağında uşaqları olur. O qədər onlara əzizləyirəm, o qədər onlara sevgi ilə yanaşıram və yaxud da adi qonşularımızda, nə bilim, var da çevrədə uşaqlar. Düşünün, mən də qardaşımın övladını necə gedib gəlib o qadının qarnını öpürdüm sevindiyimlə. Bəzən deyir ki, rastıma çıxıb baxmışam o videolar, hətta
yayınlanıb da. Deyir ki, uşağın 1 yaşı var idi, mən sonra TikToka girmişəm. Amma əslində sən demə, bizim həyatımıza gələnə qədər bu Qara Qız adlı və bir də Bakı qarşısında da rəqəmlər var idi. Həmin o səhifələrdən videolar paylaşırmış. Paylaşsın. Sadəcə olaraq bizi aldatmağı ki var, biz bilməmişik. Bizdən gedəndən sonra da canlılar açıb, əvvəllər videolar paylaşırdı, sonra canlılar açıb danışmağı, bizi rəzəl rüsvay eləməyi bu yerə gətirib çatdırdı ki, o uşaq bugün hamının ağzında söz olub, özdə əldə bayraq eləyib ki, təkənayam, aliment vermirlər, uşağımı tək böyüdürəm. O qədər qadınlarımız var ki, uşağımı tək böyüdür. O qədər qadınlarımız var. Mən də 18 ildə övladımı tək böyüdürəm. Anam, qardaşım dəstək olur, Allah onlara ömür versin, can sağlığı versin, yaxşı ki onlar var. Amma nəticə etibarilə o övladımı mən də tək böyüdürəm. Atası görmək istəyəndə görür, babası, nənəsi, bibləri, əmsi görmək istəyəndə görürlər. Çox böyük hörmətlə yanaşırlar və biz də onlara çox böyük hörmətlə yanaşırıq. Sadəcə olaraq, tək ana olaraq mən də tək anayam, 18 ildir. Amma urbatlı şəkildə, amma mədəni şəkildə. Heç vaxt onlar haqqında xoşa gəlməz sözlər danışmamışam. Heç kim deyə bilməz ki, Turə keçmiş yoldaşım haqqında, yəni və ya onların ailəsi haqqında nə danışır? Bəzən mənə sual verirlər, niyə ayrıldınız? Deyirəm, qismət belə gətirdi də. Qismətimiz beləymiş. Amma durub demirəm də, yəni problemlər və yaxud da nə, bəli, bizi qınayanların başına gəlsin inşallah. Bizim yaşadığımız hamısı. Rəbbim Allah o qadınla bizim həyatımızda günü bu günə qədər ilk günündən nə yaşamışıqsa bizi qınayan hər kəsin eynisini çəksin özləri və əziz balaları. Bunu arzu eləyirəm Rəbbimdən. Amin Allah, amin, amin, min kərə amin. İndi xatirimə gəldikcə, yadıma gəldikcə onun o canlılar da haqqımızda danışdıqları, onlardan danışıram da. Sonra mənim haqqımda danışdığı bəzi şeylər var. O ki mənə təsir eləmişdi. Amin. Allah sizi də qorusun. Allah razı olsun hər birinizdən. Mənim haqqımda xoşa gəlməz şeylər danışanda o namusuma, şərəfimə, ləyaqətimə toxunan canlı danışıqları ki vardı, onlardan danışın. Yadıma onlar düşür indi. O bizdə olanda mən telefon işlətmirdim. Çünki o bizə gəlməmişdən bir neçə gün sonuncu əməliyyatım olmuşdu və artıq ilk ximiyamı alırdım. 8 kurs ximiyoterapiya qəbul eləmişdim. O qədər müddətdə o bizdə olanda görmüşdü. Mən telefon işlətmirdim. Saçım, kipriyim, qaşım tökülmüşdü deyə də ümumiyyətlə kompleks yaşayırdım. Hətta aylarla depressiyada olmuşam. Otağıma qapanmışdım. Ancaq qapıda maşına otururdum, gedib içirdim onkologiyanın həyətində və eynən oradan da qaydanda onkologiyanın həyətində maşına oturub evə gəlib qapının ağzına düşürdüm. Bircə dəfə qardaşımın toyunda iştirak eləmişəm ki, qardaşım anam mənim üçün parik aldı. Toyda iştirak eləyə bilməyim üçün artıq saçım, küprüm, qaşım tökülmüşdü deyə. Çox utanırdım. Amin. Allah sizi də qorusun, minnətdarım sizə. Sonra bir də dayım qızı övladına toy eləyirdi. Dayım qızı ki, onlara getmişəm. Onda da artıq kipriyim, qaşım biraz çıxmışdı. Vəssalam. Ondan başqa ancaq qan azlığı yaranmışdı məndə deyə qan köçürtməyə gedirdik. Sonra ximiyoterapiyalar qəbul etməyə gedirdik. Yəni bu ərəfələrin heç birində mən telefon işlətməmişəm. Amma o ki, mənim haqqımda danışır. Ona görə məcburam bu cavabları verirəm. Deyir, bütün günü girirdi otağına, telefonla danışırdı, oğlanlarla danışırdı. Harada oğlanlarla danışmışam, hansı oğlanlarla danışmışam? Hansı? Bütün gün mən şiddətli ağrılar içindeydim. Ximiyoterapiyaların şiddətli ağrıları var idi. Nə qədər ağrı kəsicilər vururdular,
yenə az idi. Yenə də o ağrılar məndə dayanmırdı. Daimi olaraq ürək bulanma, daimi olaraq şiddətli ağrı. Ancaq və ancaq artist sən özünsən, sənə tərbiyə verənlərdir. O artist sən sözünü duygusal bir söz yazanlar sizə deyirəm. Məni məcbur edirsə ona cavab verəmi? Yəni normalda yəni düşünün, nəyinizə, sizin nəyinizə mən artist eləyəcəm. Sadəcə olaraq danışır ki, bilin. Onun sözü ilə bizə o ürək bulandıran sözləri yazanlara deyirəm. Bütün günü o şiddətli ağrı ilə yaşayan bir idim. Mənim haqqımda danışdıqları oğlanlardan danışırdı, oğlanlarla görüşürdü. Hətta bir canlıda o videoların hər birində mən məhkəməyə təqdim eləmişdim. Hələ də onlar var və biraz da əgər o irəli getməyə çalışsam, mən onun tam başqa cür hərəkət edəcəm, tam başqa cür qarşınızda söz verirəm və o özü belə tüklər demişkən şaşacaq. Nə oğlanla danışa bilərdim mən həmin vaxtı. Saçım, kipriyim, qaşım, mən hara getmişəm deyir ki, hətta bir canlı deyirdi ki, pəncərədən evə oğlan soxun. Hansı pəncərədən evə oğlan soxa bilərəm? Həyatımızın dörd bir yanı evlərdə, qonşularımızdır və qonşular dörd bir yanda hamının qapısını, pəncərəsini görür. Hamı da orada çox gözəl danışır. Bizim haqqımızda çox gözəl tanıyır bizi. Çox gözəl hörmətlə yanaşırlar bizə. Sən özün nəsənsə, mənim haqqımda onu danışırsan. Sən özün nəsənsə, özün də bilmədən kiminsə haqqında danışaraq özünü bəlli eləyirsən. Sən osan. O mənim haqqımda danışılan sözlər var. Bakıda gəzmədiyi oğlanlar qalmamışdı cümləsi, ifadəsi. Məhkəməyə təqdim elədiyim sənədləri, cümlələri qulaq astına, monitorda baxdığına bax, həmin ondan danışıram. Bir də yaxşı-yaxşı düşün, gör kim harada nə addımlar atır, nə hərəkətlər edir. Sənin haqqında danışmamışıq ki, sənin haqqında heç nə danışmamışıq, nə yaxşıvı, nə pisivi. Ən yaxın qonşularımız belə, qohumlarımız belə söhbət eləyəndə neysə sənin haqqında küçə süpürmək o işini icra edir, narahat olmayın, o işini icra edir. Heç kim kimlə hər hansı bir söhbətimizdə belə, yəni sənin haqqında nə yaxşıvı danışmışıq, nə pisivi. Amma sən niyə oturub yalandan bizim haqqımızda danışırsan? Düşünmürsən ki, bir gün gələcək, hər kəsin o səbrin tükəndiyi, daşdığı bir nöqtə olur da, onda da hər kəs özünə layiq şəkildə cavab verəcək. Sadəcə mən xoşlamıram, durumu reklam eləyim, hər attığım addımı ki, mən bunu elədim, sən busan falan özümə yaraşdırmıram. Bir dəfə sakit şəkildə. Yəni, uşaq deyil ki, yetərincə bəlli bir yaşdayıq. Bizim də bu həyatda azdan çoxdan yaşadığımız çətinliklərlə əlaqədar bəlli bir təcrübəmiz var. Özümüzə layiq şəkildə addım atırıq. Layiqli şəkildə. Barışmaq mövzusu əsla və əsla bir mənalı şəkildə. Ki, bu həddə də özü gətirib çatdırıb. Özü gətirib çatdırıb bu həddə, vallahi billahi. Xeyr, aliment ödəmirik, amma aliment ödəmək nə vaxt istəsə, sözsüz təbii ki, alimenti ödənəcək. Bəli, əlbəttə ki, qardaşım qərar verəcək və qardaşım hər hansı bir qərarı versə, böyük sevgi ilə və hörmətlə ona yanaşırıq. Çünki o sevgini, o hörməti özü qazanıb. Mənim qardaşım bir çox ailələrdə, hansınız ki, sizdə burada aranızda var da, yəqin ki, elə bacılar var ki, yəqin qardaşının aşiqidir də,
Mən də qardaşımın xəstəsiyəm. Mən qardaşımı çox sevirəm. Hətta elə bilirəm ki, o qardaşım mənim övladımdır. O qədər. O mənim gözümdə, yəni elədir. Mən qardaşımın xəstəsiyəm. Biz ailədə bacı qardaş çox mehribanıq. Rəbbim bizi pis gözlərdən, pis nəfslərdən qorusun. Allah Taala bütün bacı qardaşları mehriban eləsin, eləcə də bizi. Biz evdə mehriban olduğumuza görə o daimi olaraq qısqanırdı bizi. Daimi olaraq problemlər yaratmağa çalışırdı. Daima. Biz amma onu üzə vurmurduq. Çalışırdıq ki, anam bizə həmişə deyirdi ki, gizlin. Deyirdi ki, o təkcə anası ilə olub, bacısı, qardaşı olmayıb, atası da yanında olmayıb deyə onda o hisslər var. Onu boş verin, bir müddət sonra öyrənəcək. İnanın Allahımıza ki, anamın dediyi sözlər deyirəm. Amma onu dərk eləmirdi. Dərk eləmədi onu. Çox özdəki biri ilə söhbət eləyər, o bizim ailədə, evimizdə olduğuna görə artıq rahat-rahat deyirəm. Siz kənardan tanıyırsınız. Siz deyəndə, yəni bir uşaqlarınız. Amma mən onu şəxsən tanıyıram da, o qədər onun belə bir xasiyyəti var. Onun elə bir xasiyyəti var ki, biri ilə danışar, məsələn, biri onun yanında aciz olar da, nəsə bir səhvə yer verər. Vay o günə. Sözü alar, çox sağ olun, Allah razı olsun. Minnətdaram sizə. Sonra o insanı rəzil rüsva eləməyə çalışar da, özü elədiyini 1000 qatını onun boynuna yıxar. Yəqin ki, başa düşürsünüz də nə demək istəyirəm. Öz elədiyini qarşı tərəfin boynuna yıxar. Onun qonşuları gəlmişdi bizə. Toydan 3 gün sonraydı, qonaqlıq idi evdə. Xanımlar bilirdi, evdə qonaqlıq olur. Onda anası və anasının iş yoldaşları, qonşulardan bir neçə nəfər bizə gəlmişdi. Yığıncağa gəlmişdilər. 3 bacı olan bir xanımlar var, adını çəkməyəcəm, özləri biləcəklər, rastlarına çıxanda biləcəklər, 3 bacı. O bacılardan da biri ya ikisi toyumuza da gəlmişdilər, hətta qardaşımın toyuna da gəlmişdilər. Həmin o xanımlardan biri idi, səhv eləmirəmsə, bizə gəlmişdi. Gücü çatandan, imkanı çatandan hədiyyəsini falan da almışdı. Gəldilər, onlar gedəndən sonra dirəşdi ki, o mənim paxıllığımı tutur, o mənə cadu eləyib. Mamam dedi ki, vallah billah o ağıllı qıza oxşayır, yaxşı qıza oxşayır, özü səndən yaşca çox-çox böyüdü, sənin nə evə paxıllıq eləyəcək, sənin nə evə cadu eləyəcək, o dirəşdi. Sonra başladı evi axtarmağa, yataq otağının, öz otaqlarının hər yerini axtardı, şifanerin arxasına qədər şifaneri çəkdi, arxasına baxdı. Yəni onda hiss elədik biz ondakı həqiqətən takıntı var. O bizə böhtan şər atırıb, bizim haqqımızda deyir, dua, nə bilim, molla, cadu, belə bir şeylər. Yəni öz adını bizə qoyur. Onu da deyim sizə biləsiniz. Hətta bizə gələndə də səndən o Fatma adlı falçı qadının vasitəsilə gəlibmiş. Nələrsə eləyib, bizə gəlmişdi. Bir də onu deyim, 1 kilo şokoladla gəlmişdi. Səndə və həmin şokoladla bizə gəlibmiş. Reallıqlar bunlardır. Mən o vaxt sənə mərd qadın deyərdim, hətta səni özüm belə dəstəkləyərdim ki, mənim danışdığım kimi olanları danışasan, mərd danışasan, dürüst olasan. Ama yalanın böhtan şər atmayasın. Qardaşınız heç istəmir uşağı. Əlbəttə ki, qardaşın da istəyərdi uşağı. Amma anası imkan versəydi,
anası haqqımızda xoşa gəlməsi. Düşünün, bir şey deyəcəm sizə, tam səmimi olun da xahiş edirəm. Baxın, mənim də bircə övladım var. Gözümün qarası bir qızım var. Allah bütün övladları qorusun. Mənim övladım da onların içində. Və övladıma duaçı olanların Rəbbim Allah hər iki dünyada gözəl bir şəkildə mükafatını versin. Amma hər kim ki mənim övladıma, anama, qardaşıma, mənə bəddualar eləyir. Bax, neçənci dəfədə vurğulayıram. Rəbbim Allah həmin insanlara hər iki dünyada cəzalandırsın, cəzalar versin, ağır bəla nazil eləsin. Baxın, o bizdə olanda qızımın boğazına bıçaq dirədi. Və bir dəfə də mənə anam qan köçürtməyə görə aparmışdı, onkologiya. Qardaşım həmin günü evdə qalmışdım. Qızımı o qadına əmanət edib çıxmışdım evdən. Həm də ara sıra söhbət edirdim, deyirdim ki, əgər mənə nəsə olsa, qardaşımın yoldaşı mənim övladıma ana əvəzi olar. Amma Allah hər şeyi görür. Allah hər şeyi lazım şəkildə həyata keçirir. Düşünün ki, mən qan köçürməyə görə xəstəxanaya getmişəm. Mənim qızım evdə tək qalıb, ondan yemək istəyib, qızımı döyüb. Çox pis döyüb. Çox pis döymüşdü qızımı. İnanın, and olsun Allah'ımıza olduqca çox pis döymüşdü qızımı. Qızımın da onda 10 yaşı var idi. Qızım da əlbəbək gülbəbək böyüyən uşaq, heç vaxt döyülməyən, elə bir şeyləri yaşamayan uşaq. Çox pis döyülmüşdü. Bunu qardaşım da yatmışdı. Qızımın qışqırtısını eşitmişdi. Qızım böyük zalımızdaydı, zalımızda olub. Orada səsini eşidib, qardaşım yuxudan durub, asta-asta zaldan keçəndəki nə olub, görüb ki, qızımı döyür. Onda da bir mübahisə olmuşdu evdə, böyük mübahisə olmuşdu. Biz evə gəldik, bizə xəbər verdilər ki, zəng elədilər hanıma. Dedilər ki, belə bir məsələ olub. Xalam da qəflətən gəlib, bizə qonaq gəlirmiş, qonşuluqda yaşayırdı xalam. Utancaq xalam. O da bizə gələndə görmüşdü ki, mənim qızımı o qadın çox pis döyüb, qardaşım da ona möhkəm əsəbləşib. Amin. Kimsə yazmışdı ki, həqiqətən yaxşı olmuşsunuzsa, qızınızdan görə siz amin, Allah amin. Min kərə amin. Danışırsınızsa, həqiqətən danış, o olduğu kimi danış. Bizdə necə olmuşsan, bizə gələnə qədər necə olmuşsan, bizdən gedəndən sonra necə olmuşsan, onlardan danış. Əgər onlar da düzgün şəkildə danışmağa bacarmırsasa, danışma, xahiş edirəm. Çox xahiş edirəm, danışma. Mən məsələn, ötən il avqust ayına qədər səbrinə yanaşmışdım, ailə üzvlərimiz səbrinə yanaşmışdıq. Amma bəli, heç övladı ilə də normal rəftar eləmir. Hətta məhkəmədə də ona başlaşma gətirdən yaxınlıq zəhmət olmasın. Stolun üstündə heç nə yoxdur. Vaflidir, çaydır, budur. Və yanımda bir xanım var odur. İşdəyik, iş yerimizdəyik. Məhkəmədə də ona xəbərdarlıq olunmuşdu. Bəzi şeylər xəbərdarlıq olunmuşdu övladı ilə bağlı. Əgər sən öz övladına hörmət qoymağı bacarsansa, mənim övladıma da hörmət qoyacaqsan. Bütün övladlara hörmət qoyacaqsan. Nur yoxdur sizdə, Allah verib. Üzümdə nur varsa da, yoxsa da Allah məni yaradıb. Səni də Allah yaradıb, məni də Allah yaradıb. Mən Allahın mənə verdikləri və aldıqları hər bir şeyə görə çox şükür edirəm, təşəkkür edirəm. Mən özümü çox bəyənirəm. Çünki mənə hər şeyimi Allah verib, aldıqlarını da Allah alıb. Səndə nə var, nə yox, nə gözəl. Yəqin sənin nurun dəhşətli dərəcədə çoxdur. Parladırsan hər yan. Mənim övladıma qarşı töküb, söyüb, canlıda bir neçə dəfə. Onlar var məndə hələ də. Məhkəməyə də təqdim eləmişdim.
O mənim övladıma bizdə olanda bıçaq çəkib, döyüb və gedəndən sonra da mənim uşağımın adına qədər belə deyib canlıda, o ticarət mərkəzində işləyən canlıda və başqa bir xanımla da bilmirəm hardaydısa canlı yayında. Mənim uşağımın adını deyir, söyür uşağımı, təhqir eləyir, qarğış tökür. Mən onun o uşağına necə hörmətlə yanaşım? Tam səmimidir. Yəni düşünün də o mənim övladıma qarğış tökürsə, mənim uşağım haqqında sosial şəbəkədə xoşagəlməz danışırsa və bizim evimizdə olanda mənim uşağıma, halbuki mən ximiya almağa gedəndə və qan köçürtməyə gedəndə ona əmanət eləyib getmişəm 10 yaşlı uşağımı. Bir dəfə su istədiyinə görə, bir dəfə də yemək istədiyinə görə bıçaq çəkib və döyüb. Onun övladına mən hansı sevgi ilə yanaşım əslində? Qınayanlar başınıza gəlsin. Amma olduğu kimi qəbul edib hörmətlə yanaşanlar Rəbbim Allah sizə hər iki dünyada qorusun və mükafatlandırsın. Yemək vermir. İndi bilmirəm, indi bir neçə canlılarda rastıma çıxıb yemək verir. Çox sevinirəm əslində bir uşağı. Əlbəttə ki, atası evindən gətirməyib. Kim deyir ki, atası evindən gətirib? Belə bir cümlə işlətdin. Bilirsiniz, bəziləriniz dayaz düşüncəsiz, dar düşüncəsiz, yaxşılarınızdan iraq. Bilirsiniz, hər bir hadisəyə, hər bir hala, hər bir söhbətə, hər bir mövzuya üstdən yanaşırsınız. Belə gördünüz, ağlınıza ilk gələni düşünürsünüz, deyirsiniz. Amma elə olmuyor. Bacarırsınızsa dərin düşünün, hər iki tərəfli bilin. Bacarmırsınızsa sakitcə durun, baxın da. Mən məsələn o qədər olur ki, canlıda hər hansı bir məşhurlar haqqında və yaxud da sıradan bir insanlar haqqında nələrsə danışırlar xəbərlərdə və yaxud da hər hansı bir səhifələrdə. Onlara sakitcə durub baxıram. Allah can sağlığı versin, Allah şəfa versin, yazan deyirəm. Minnətdaram sizə. Sakitcə durub baxıram. Axı biri digəri haqqında pis danışır. Amma mən bilmirəm, axı bəlkə də o haqlıdır ya da bəlkə də haqlı deyil. Qarşı tərəf daha onu dinləsə daha nələrsə bizə deyirlər. Nələrsə olub o həyatda. Ümumiyyətlə ailənin içində olmayınca, evdə olmayınca biz bilə bilmirik kim haqlıdır. Biz bilə bilmərik. Mən xəstəliyimi atlatmışam, çox şükür. Rəbbim bütün xəstələrə şəfa versin. Bütün xəstələrə şəfa versin Allah. Sadəcə bilirsiniz də yəqin ki, onkoloji xəstələrə müəyyən şeylər olmaz, fiziki və əsəb, stres. Onda mənə əsəb stresi yaşatdığına görə Allah həvalə eləmişəm. Hələ xəstəliyimi lağa qoymağı ki var, vaxt gələcək, deyirəm bu sözü, qayd edib paylaşarsınız. Vaxt gələcək, Rəbbim Allah onu ağır bəlaya tuş gətirəcək, bizi yaşatdıqlarının 1000 qatını yaşayacaq və bəzi şeylər olacaq. Bu da onun ağır cəzası olacaq. Amin. Min kərə amin. Allah hamıya can sağlığı versin, sizlərə də yaxşılarınıza. Çox sağ olun, minnətdarım. Tilman bəy, minnətdaram sizə. Allah sizə can sağlığı versin. Fikir verməyə çalışıram, bilirsiniz, səmimi deyəcəm. Ötən il və neçənci dəfə də vurğulayıram, ötən il 2024-cü ilin avqust ayına qədər, avqustun sonlarına qədər
Düzdür, əsəbləşirdim. Bəzən videoları göndərirdilər, linkləri göndərirdilər və yaxud da kəşfiyyatda rastıma çıxırdı. Baxırdım, əsəbləşsəm də həmişə ancaq onu düşünürdüm ki, Allah həvalə eləyirəm də, cəhənnəmə danışsın da. Amma avqust ayından sonra artıq dözülməz həddə çatdım da, yəni olmaz. O bəzi videolar ki çıxdı rastıma, bəzi danışıqları ki oldu, olmaz. Kimisə haqqına bu qədər girmək olmaz. Yəni bir insan nə qədər qarşı tərəf kimliyindən asılı olmayaraq, qadın, kişi, yaşlı, cavan, ailədən ayrılmış və yaxud da hər hansı bir işlə əlaqədar, hər hansı bir mövzuda fərqi yoxdur. O qədər böhtan şər atmaq olmaz. O qədər yalan danışmaq olmaz. O qədər alçaltmağa çalışmaq olmaz. Olmaz. Bilirsiniz, o bizdə olanda əgər həqiqətən o problemlər yaşansaydı, qınamazdım da ona, düşünməzdim ki, səhv addım atır. Ən azından deyərdim ki, yazıq haqlıdır da danışır da, haqlıdır yazıq. Amma olmuyor baxın. Bu da səs alı zəhmət olmasa. Müştəri xalçanı götürməyə gəlir. Bu da bircə dəqiqə üzr istəyirəm. Müştəri xalça götürməyə gəlir. Ya da səs almaya